Allah bütün oruç tutanların orucunu qəbul eləsin. Bugün dağdan ağır misafirlərimiz var. Ona görə biz də dedik ki, bir dənə qəşəng süfrə quraq, iftara qəşəng bir dənə məclis quraq. Düğünde karşılaştığın farklı şeyler varsa onlardan bahsedebilirsin. Maraqlı nədən danışım? Hə, yadıma düşdü. Gör nətər mənə pazor eləyiblər də. Pazor eləyiblər deyəndə özümü pazor eləmişəm. Gör söhbətə bax. Deməli, getmişik Ankara'ya. Ankara'da türklərdə şey yoxdur axı. Bizdə kimi elə yemək, içmək zət ora bura. Hə, nasıl getdik? Düğünlerde de bari. Hə, toylarda. Hə, toylarda ancaq belə bisküvi zad verirlər də. Ama bizimki öyle değildi Nur. Hadi yaxşı, sizinki şeyliydi. Kabablar da dallalaydı. Çatdıra bilmirdik. Yani o kadar kurabiyeli falan Yaxşı da değildi. bildim də, neysə. Məsələ odur. İndi normal adətdir də, mən hörmət edirəm. Hamı elədirsə bizdə də elə, o problem deyil. Gör mən özümü nətə biabır eləmişəm, ondan danışıram. Deməli nəsə toyun ortasıdır. Dedilər ki, tort kəsirik. Tortu gətirirlər. Dedim, heç nədə tort kəsək. Ya nəsə bir də gördüm, bir dənə maket gətiriblər. Gör tortdur bu. Qıraqda da belə bir dənə başqasında bir dilim tort veriblər. Deyirlər ki, bunu belə kəs, kamerada elə düşsün ki, gökə tort kəsirik zadora bura. Mən də buna çox güldüm. Ama kameraya da yansıyor bu arada oradaki olay. Nur böyle şey yapıyor. Bıçağı tutuyoruz beraber. Bu ne böyle? Bu ne rezillik falan işte. Karton bu falan böyle yapıyor bana. Ben de ne yapayım? Kes işte bana. Şimdi dedim bize ha, bakıyor. belə şey mi olar? Bizi gətirib bu maket tortla alladılar zadora bura. Nəsə orada yəni belə mən çox təəccübləndim ki, yəni də indi o boyda toydu. Neujeli bir dənə tort şey eləyənmədiniz. Nəysə üstündən keçdi, bir həftə gəldi Azərbaycan. İndi bizim öz toyumuzdur, oğlan toyumuzdur. Tort gəldi. Tort nətər gəlsə yaxşıdır. Yenə maket. Gətirdilər, kapron tortu qoydular. Yəni mənim dediyim də özüm də özümdən utandım ki, gör o boyda lağ elədim ki, sizdə bu nədir, kapron tortsadır. Bura gətirdilər bizim özümüzə də kapron tort. Ben de orada Nur'a diyorum, bu da diyorum işte maket. Ne oldu diyorum. Hani sizinki diyorum yeke pastaydı falan, kekti falan. O diyor ben diyor uzun zamandır toylara gitmiyordum. Amma bizdəkilər biraz daha kreativ idi, onu da deyim. Məsəl üçün normal Türkiyədəki option maketi idi. Bizdəkinin maketin Hayır. Ha, Türkiye'deki de öyleydi. Yo. Maketin bir kısmı kekti, onu kestik. Hayır, tabakta kestik, videosu da var. Hayır, orayı kestik. Ay, Bıçak girdiği yer var elinde. Yoxdur. O bizdəki elə idi, bab elə. Bir belə. Sonra tabağı hazır verdiler zaten bize. Burada Yo, da aynısı. yalandan dedilər ki, kəsirmiş kimi elə. Vallahi deyirəm şeydə var, videoda var. Böyle anımız var. Bunu da sizinle paylaşmış olduk. Hepinizin Ramazanı mübarek olsun. Öpüyoruz.